Düzgün proporsiya adını çox çəkirəm də, amma bunun nə olduğunu izah etmirəm. Bunun üçün nəyi nəzərdə tuta bilərik ki? İncə beli olsun, yan əzələsi böyük olsun, qolları incə olsun, estetik olsun, qobud olmasın və s. elədirmi? İnsan bədəni skeç deyirik çəkəndə, insan bədəni 7 bölgəyə ayrılır. Ayağın uzunluğu, beldən çinə görə uzunluq, baş bölgə və s. və s. Bəs idmanda düzgün proporsiyanı əldə etmək üçün beli qalınlaşdıracaq hərəkətlərdən uzaq durun və beldəki qalın yağ təbəqəsindən dərhal uzaqlaşın. Böyüdülən hərəkətlərdən uzaq durun, çünki ayağın vizual böyüməsi ayaq bölgəsinin proporsional olaraq qısa görünməyinə səbəb olur. Qısa boylu xanımlarda biz bu proporsiya taktikasından istifadə edirik. Üçüncü taktika bunu deyə bilərəm ki, kürək çiyin bölgəsində də yenidən çox böyüməyə diqqət etməyin. Əgər çiyinlərimiz düşük deyilsə və üçbucaq effekti yaranmayacaqsa, yuxarı bölgələrini edərkən çox ağır və inkişafdan qaçının. Sadəcə relyefli əzələli olsa yetər. Mənim də belə inci görünməyimin, amma çox əzələli olmağımın səbəbləri budur ki, kobudlaşmadan bunu yeni yitirirəm.